10-cu sinif dərsliyindən ikinci mövzu. Keçirik canlılarda tənəffüsə. Deməli, canlılarda tənəffüs. Dedik ki, canlıların yaşaması üçün qida maddələri lazımdır. Bununla yanaşı həmçinin də orqanizmə oksigen də daxil olmalıdır. Tənəffüs etmələri üçün həmçinin də bu oksigen e, həmin o qida maddələrini oksidləşdirir. Yəni üzvü birləşmələri oksidləşdirir. O zaman enerji ayrılır. Ayrılan enerji də müxtəlif proseslərə sərf olunur. Deməli, tənəffüs prosesi qidalanma zamanı əldə olunan o maddələrin oksidləşməsinə səbəb olur. Ona görə də tənəffüs canlılar üçün vacib prosesdir. Bu tənəffüs aerob da ola bilər, anaerob da ola bilər. İndi o haqqda da danışacağam. Bir dənə bu şəkilə də diqqət eləyin. Baxın, birinci ağciyər qovuqcuqları, sonra ağciyər qovuqcuqlarının ətrafında kapilyarlar var. Onsuz da bunu insanda bir dəfə keçmişik. Ağciyər qovuqcuqlarını üzərində kapilyarlar qaz mübadiləsini yerinə yetirir. Çünki ağciyər qovuqcuqlarına havadan gələn o oksigen qazı keçir ağciyər qovuqcuqlarından kapilyarlara. Ağciyər qovuqcuqlarına gələn kapilyarlarda da olan karbon qazı keçir ağciyər qovuqcuqlarına və bununla da maddələr mübadiləsi gedir ağciyər qovuqcuqlarını əhatə edən kapilyarlarda. Arterial qan əmələ gəlir. Arterial qan ağciyər kapilyarlarından keçir ağciyər venalarına gətirilir ürəyə, hansı ki bu kiçik qan dövranında olur. Ürəkdən də çıxır böyük qan dövranı vasitəsilə orqanlara gedir. Orqanlarda kapilyarlar əmələ gəlir. Kapilyarlarda yenə qaz mübadiləsi, maddələr mübadiləsi gedir. Arterial qanın tərkibində olan oksigen verilir orqan və toxumalardakı hüceyrələrə. Onlarda olan karbon qazı ötürülür kapilyarlara. Kapilyarlardan yenidən gəlir ürəyin sağ qulaqcığına, sağ mədəciyinə keçəndən sonra yenidən gedir deməli ağciyərlərə, hansı ki karbon qazından təmizlənib oksigen qazına çevrilməsi üçün. Yəni sizə belə bir sxem verilsə ki, bu nədir? Bu deməli qazlar mübadiləsinin getdiyi yerlərdir. Qazlar mübadiləsi də damarlarımızdan yalnız kapilyarlarda ola bilər. Maddələr mübadiləsi də yalnız kapilyarlarda. Çünki divarı bir qatlıdır. Süzülmə prosesi gedir. Digərlərində isə, yəni arteriya və venalarda divar 3 qatlıdır. Həmçinin də orada qanın sürəti yüksəkdir. Gəldik tənəffüslərə. Tənəffüs orqanlarına, tənəffüs prosesinə. Bir hüceyrəli heyvanlar və ibtidai çox hüceyrələrin əksəriyyəti. Bir qism hüceyrələri xarici mühitlə bilavasitə qazlar mübadiləsi aparır. Yəni bunların xüsusi bir tənəffüs orqanı yoxdur. Bunlarda tənəffüs bədən səthi ilə gedir. Yəni istər bir hüceyrəli heyvanlar, istər ibtidai çox hüceyrəlilər, bunlarda tənəffüs bədən səthi ilə gedir. Məsələn, bura bir hüceyrəli heyvanlar, çox hüceyrəlilərdən, məsələn, bağırsaq boşluqlular tipinin nümayəndələrini deyə bilərik. Ondan sonra ilk dəfə ümumiyyətlə tənəffüs orqanı yaranıb həlqəvi qurdlarda, həlqəvi qurdlara qədər olan inkişaf mərhələlərində, orqanizmlərdə tənəffüs bədən səthi ilə gedirdi. Həlqəvi qurdlardan da qum qurdunda var idi. Amma soxulcanda yenə bədən səthi ilə dəri vasitəsilə gedirdi. Orqanizmlər mürəkkəbləşdikcə hüceyrələrin hamısı ətraf mühitlə bilavasitə qazlar mübadiləsi apara bilmədi. Deməli, nə zaman oldu? Mürəkkəbləşdikcə. Onlarda artıq tənəffüs prosesinin getməsi üçün xüsusi orqanlar formalaşmağa başladı. Heyvanların bir qismində dəri tənəffüsü var, ancaq zaman keçdikcə canlılarda ətraf mühitdən qorunmaq üçün bədəni örtən bir qat əmələ gəldi ki, bu da artıq tənəffüsə mane oldu. Yəni dərinin üzərində törəmələr dərinin tənəffüs etməsinə maneçilik törətdi. Bundan sonra da artıq tənəffüs orqanları əmələ gəlməyə başladı. İlk tənəffüs orqanı ilə qəlsəmə idi ki, qum qurdunda əmələ gəlmişdi. Daha sonra artıq traxeyalar, ağciyərlər əmələ gəlməyə başladı.
Və bundan da bu orqanlar, yəni bu tənəffüs orqanları bədənin hüceyrələrini oksigenlə təmin etdilər. Yəni oksigeni orqanizm hüceyrələrinə, qana gətirən həmin bu tənəffüs orqanları idi. Hüceyrə tənəffüsü nədir? Hüceyrə tənəffüsü bilirik ki, mitoxondri hüceyrə tənəffüsündə iştirak edən orqanoiddir. Mitoxondridə oksigenin iştirakı ilə üzvü maddələrin oksidləşməsi hüceyrə tənəffüsü adlanır. Bizdən soruşsalar ki, hüceyrə tənəffüsü nədir? Hüceyrə tənəffüsü oksigenin iştirakı ilə üzvü maddələrin oksidləşməsidir. Eukariot canlılarda, yəni nüvəli canlılarda bu proses mitoxondrdə gedir. Bəs prokariotda harda gedir? Prokariotda da hələ ki biz onları deyəcəyik ki, sitoplazmada gedir, yəni çünki onların membranlı orqanoidləri yoxdur. Hüceyrə tənəffüsü zamanında ayrılan karbon qazı tənəffüs orqanları vasitəsilə orqanizmimizdən xaric edilir. Gəldik tənəffüs orqanları. Ağciyər və qəlsəmə vasitəsilə tənəffüs edən canlılarda oksigenin hüceyrələrə çatdırılması, eyni zamanda karbon qazının xaric olunması qan vasitəsilə həyata keçirilir. Hansılarda? Ağciyər, bir də qəlsəmədə. Aha, tənəffüs orqanımızın biri nə qaldı? Traxeya qaldı. Bəs traxeyada bu proses necə baş verir? Cücülərdə isə bu prosesi birbaşa traxeya özü yerinə yetirir. Baxın, ağciyər, qəlsəmə tənəffüsü olan canlılarda karbon qazının xaric olunması, oksigen qazının hüceyrələrə çatdırılmasını qan edir. Yəni qan vasitəsilə karbon qazı, oksigen qazı daşınır. Cücülərin traxeyaları isə deməli özü daşıyır oksigen və karbon qazını. Onların qanı vasitəsilə oksigen qazı, karbon qazı daşınmır. Çünki cücülərdə qan yalnız qida maddələri və ifrazat məhsullarını daşıyır. Yəni qanın tərkibində ya hüceyrələrə gedən qida maddələridir, ya hüceyrələrdən çıxan ifrazat məhsullarıdır. Yəni cücülərin qanı daşımır qazları. Yəni onlarda qazların daşınması, eritrositlər və yaxud da hemoqlobin kimi maddələrdən danışmayacağıq. Onlarda qan qaz mübadiləsində iştirak etmir. Ağciyər və qəlsəmələrdəki qanla ətraf mühit arasında gedən qaz mübadiləsi nəticəsində arterial qan əmələ gəlir. Bir də deyirik, arterial qan nə zaman əmələ gəlir? Ağciyər və qəlsəmələrdəki qanla ətraf mühit arasında gedən qaz mübadiləsi nəticəsində. Yəni kapilyarlarda venoz qan var idi. O, deməli, keçəcəkdi ağciyər alveollarına. Ağciyər alveollarına xarici mühitdən oksigen gəlmişdi də, elə deyil. Bu oksigen qana keçirsə, xarici mühitdən, ona görə deyirik ki, qanla ətraf mühit arasında gedən qaz mübadiləsi nəticəsində ətraf mühitdən alveola gəlmişdi. Alveoldan qana keçdi. Bunun nəticəsində yarandı arterial qan. Bəs venoz qan nədən yaranır? Toxuma hüceyrələri ilə qan arasındakı qaz mübadiləsi. Toxuma hüceyrəsi nə edəcək? Onun tənəffüsünün son məhsulu karbon qazı veriləcək qana. Qan hansı qana çevriləcək? Venoz qana çevriləcək. Ona görə dedik ki, ağciyər və qəlsəmələrdəki qanla ətraf mühit arasında gedən qaz mübadiləsi nəticəsində arterial qan yaranır. Toxuma hüceyrələri ilə qan arasındakı qaz mübadiləsi nəticəsində venoz qan yaranır. Bunları da unutmuruq. Gəldik, dedik ki, bəzi canlılarda dəri tənəffüsü var. Dəri tənəffüsü nəm dəri vasitəsilə həyata keçirilir. Əgər dəri qurudursa, dəri tənəffüsü edən canlılar məhv olacaq. Çünki onların tənəffüsü həmin o nəm dəri vasitəsilə olur. Bu da bəzi qurdlarda, məsələn həlqəvi qurdlarda, amfibilərdə təsadüf olunur. Bu heyvanların əksəriyyəti rütubətli yerlərdə və yaxud da suda yaşayır. Dərinin nəm qalması selik ifraz edən vəzlərin fəaliyyəti nəticəsində mümkün olur. Yəni bunlarda dəridə çoxlu selik ifraz edən vəzlər var ki, onların ifraz etməsi nəticəsində seliyi, bunların dərisi nəm qalır. Nəm dəridə oksigenin kapilyar qan damarlarına keçməsi və karbon qazının damarlardan xaricə çıxması artıq başlayır asanlaşmağa. Məsələn, baxın, burada soxulcanın dərisini verib, epidermis hüceyrələridir, yəni xarici qat hüceyrələridir. Buradan soxulcanın dərisinə daxil olacaq oksigen qazı və xaric olacaq karbon qazı. Yəni bu nəm dəri vasitəsilə yerinə yetirilir. Gəldik qəlsəmə tənəffüsünə. Burada vacib olan çox məqamlar var, hansı ki suallara düşə biləcək şeylərdir. Bunları bir-bir özünüz üçün qeyd edirsiniz. Qəlsəmə tənəffüsü.
Qəlsəmə tənəffüs edən canlıdırsa, deməli o sudakı oksigenlə tənəffüs edir. Baxın, demirəm ki, qəlsəmə tənəffüs edirsə, suda yaşayan canlılar qəlsəmə tənəffüs edir. Belə demirəm. Qəlsəmə tənəffüsü edən canlılar sudakı oksigenlə tənəffüs edir. O demək deyil ki, suda yaşayan bütün canlılarda qəlsəmə tənəffüsü var. Əgər suda yaşayan canlı sudakı oksigenlə tənəffüs edirsə, yəni suda həll olmuş oksigendən istifadə edərək tənəffüs edirsə, onun tənəffüs orqanı qəlsəmədir. Əgər suda yaşayan canlı atmosfer havasının oksigen qazından istifadə edirsə, artıq onun tənəffüs orqanı qəlsəmə olmayacaq. Məsələn, suda yaşayan məməlilər var, delfin, balina. Bunların tənəffüs orqanı qəlsəmə deyil. Baxmayaraq ki, suda yaşayır, atmosfer havası ilə tənəffüs edir. Ona görə də bütün suda yaşayan canlıların tənəffüs orqanı qəlsəmədir? Xeyr. Sudakı oksigenlə tənəffüs edən canlıların tənəffüs orqanı qəlsəmədir? Bəli, onlar da qəlsəmədir. Deməli, qəlsəmə tənəffüsü bəzi həlqəvi qurdlarda, məsələn, qum qurdunda yaranıb da ilk dəfə qəlsəmə. Əksər mollusklarda, yəni iki taylılarda, bir də baş ayaqlılarda, məsələn, anadontada, kalmarda, xərçəng kimilərdə, neştərçələrdə, balıqlarda qəlsəmələr tənəffüs orqanıdırlar. Bir-bir tənəffüs orqanı hansı canlılardadır, onları da dəqiq öyrənirik. Suda qurda yaşayanların sürfələri qəlsəmə tənəffüsünə malikdir. Yetkin fərdində ağciyər və dəri tənəffüsüdür. Amma sürfələri qəlsəmə vasitəsilə tənəffüs edirlər. Qəlsəmələr özləri hansı quruluşa malikdir? Qəlsəmələr nazik epiteli çıxıntılarından əmələ gəlmiş və qan damarları ilə sıx əhatə olunmuş orqandır. Qan damarı ilə əhatə olunmalıdır ki, qan ora karbon qazını gətirəcək və deməli oradan qəlsəməyə keçəcək. Qəlsəmədə oksigen qazını qana verəcək. Ona görə deyirik ki, nazik epiteli çıxıntısından ibarət olan ətrafı da qan damarları ilə əhatə olunmuş orqandır. Onlar kapilyar qan damarları ilə zəngindirlər. Çünki maddələr mübadiləsi kapilyar qan damarları vasitəsilə gedir. Qəlsəmələr xarici və daxili olmaqla iki yerə bölünür. Buradan artıq əzbərləyəcəyiniz bir digər hissə başlayır. Bunu bir-bir özünüz üçün yazacaqsınız. Qəlsəmə yazacaqsınız və iki dənə şaxə verəcəksiniz. Xarici, daxili və quruluşları haqqında da məlumatı bilməlisiniz. Xarici qəlsəmə daha sadə quruluşludur, saçaqlı və tük şəklində olub, orqanizmdən ətraf mühitə uzanır. Deməli, saçaqlı və tük şəklində olub, orqanizmdən xarici mühitə uzanır. Hansı canlılarda xarici qəlsəmə var? Bunları bir-bir yazıb əzbərləyirsiniz. Sual-cavabda soruşacağam. Balıq sürfələrində xarici qəlsəmədir. İki cür tənəffüslü balıqlarda, yəni qəlsəmə və ağciyərlə tənəffüs edən balıqlar bura aiddir. Xarici qəlsəmədir. Qurbağanın çömçəkuyruq mərhələsinin, yəni sürfəsinin ilk inkişaf dövründə tənəffüs xarici qəlsəmələrlə olur. Deməli, xarici qəlsəmə ilə tənəffüs edən hansılardır desək, balıq sürfələri, iki cür tənəffüslü balıqlar, ki, bunlar sümüklü balıqlara aiddir. Qurbağa çömçə quyruğunun ilkin mərhələsində. Keçdik daxili qəlsəməyə. Daxili qəlsəmələrdə isə qaz mübadiləsi qəlsəmə yarpaqlarında baş verir. Bax, bunu da öyrənirik. Daxili qəlsəmədə, indi onun prosesini də izah edəcəm. Sonra da sizə buna aid bir video göndərəcəm, baxacaqsınız. Qəlsəmə yarpaqlarının quruluşu, onların ümumiyyətlə qəlsəmə qövsünün quruluşunu izahı var o videoda, qısa bir videodur. Daxili qəlsəmədə isə qaz mübadiləsi qəlsəmə yarpaqlarında baş verir. Deməli, daxili qəlsəmədə sual düşsə ki, harda gedir qaz mübadiləsi? Qəlsəmə yarpağında, qəlsəmə dişciyində yox, qəlsəmə qövsündə yox, qəlsəmənin yarpaqlarında. Daxili qəlsəmə hansı canlılarda var? Dəyirmi ağızlılarda, qığırdaqlı balıqlarda qəlsəmə yarıqları birbaşa ətraf mühitə açılır, çünki onlarda qəlsəmə qapağı yoxdur. Amma sümüklü balıqlarda isə üzəri qəlsəmə qapağı ilə örtülü olur. Buradan bir dənə məntiqi tuturuq ki, iki cür tənəffüslü balıq da sümüklü balıqdır. Xarici qəlsəməsi var. Deməli, sümüklü balıqların içərisində həm daxili qəlsəmə ilə, həm xarici qəlsəmə ilə tənəffüs edən canlı balıqlar var. Qığırdaqlı balıqlar isə daxili qəlsəmə ilə tənəffüs edirlər. Balıq sürfələri xarici qəlsəmə ilə tənəffüs edirlər.
Sümüklü balıqlar hansı ki daxili qəlsəmə ilə tənəffüs edən sümüklü balıqlardır. Bunlar deməli qəlsəmələrin üzərində qəlsəmə qapağı var. İndi keçirəm bu sxemi sizə izah eləməyə. Balıqda tənəffüs prosesi. Deməli, balıq ağzını açan zaman su ağzından, burada var, su ağzından daxil olur. Bu zaman qəlsəmə qapaqları baxın, bağlıdır. Ağız açıqdırsa, qəlsəmə qapağı bağlıdır. Niyə? Su ağızdan daxil olur. Onlar qəlsəməyə gedib qaz mübadiləsi yerinə yetirməlidirlər. Ona görə qapaq bağlı olmalıdır ki, su hələ çıxmasın. Deməli, ağız açıldı, su daxil oldu ağızdan, gedir qəlsəmələrə. Qəlsəmə özü təşkil olunub. Bax, daxili olan hissədə belə dişciklər var. Bax, yazacağım dişcik. Bu tərəfdə isə, xaricə baxan hissəsində isə qəlsəmə yarpaqları var. Yarpaq. Bayaq dedik, qaz mübadiləsi harda gedirdi? Qəlsəmə yarpağında. Və bu dişcik nə iş görür? Baxın, suyun içində qida maddələri də ola bilər. Bu dişciklər var, suyu süzür. Qoymur qida maddələri qəlsəməyə getsin. Yarpaqların ətrafında da çoxlu qan damarları var, kapilyarlar var bu yarpaqların ətrafında. Qaz mübadiləsi gedəcək axı. Sudan oksigen qazı keçir həmin bu kapilyarlara, oradan da keçəcək venalara. Kapilyarlar ki karbon qazını gətirmişdi, o karbon qazı da keçir suya, daha sonra qaz mübadiləsi baş verəndən sonra ağız bağlanacaq, qəlsəmə qapaqları açılacaq və həmin su qəlsəmə qapaqlarından xaricə axacaq. Şəkilin növbətisini izah eləyəcəm. Baxın. Bax, burada da oksigen və karbon qazı. Oksigen qazı daxil olur, karbon qazı isə xaric olunur. Daha sonra suyun axma istiqaməti, bax bu göylə göstərib, qırmızı ilə qanın axma istiqaməti. Baxın, suyun axma istiqaməti göylə, qanın axma istiqaməti qırmızı ilə. Qəlsəmələrə, deməli, qəlsəmələrdən də deməli, oksigen qazı qana keçir, qan vasitəsilə də daşınır. İndi qəlsəmə yarpaqlarına baxın. Qəlsəmə yarpaqlarında iki dənə bizə kapilyar adı verib. Hansıdır? Toplayıcı kapilyar, çıxarıcı kapilyar. Toplayıcı kapilyara baxın. Karbon qazı ilə zəngin olan venoz qan var toplayıcı kapilyarda. Çıxarıcı kapilyara baxın, qırmızı verib. Deməli, çıxarıcı qəlsəmədən çıxaran kapilyardır. Hansı qazı aparır? Oksigen qazını aparır. Hansı qandır? Arterial. Deməli, topladı kapilyarlara venoz qanı, çıxardı kapilyarlardan arterial qanı. Bunları da əzbərləyirsiniz, özünüz üçün qeyd edirsiniz. Bu oldu qəlsəmə yarpaqlarında gedən qaz mübadiləsi. İndi dərsliyimizdə yazan cümlələrə də diqqət edək. Cümlə şəklində də testdə düşür. Tənəffüsün başlanğıcında qəlsəmə qapağı qapanır. Ağız açıldı. Su ağıza daxil oldu. Sonra ağız yumuldu. Qəlsəmə qapağı açıldı. Beləliklə, bayaq danışdığım o proses, hansı ki artıq qaz mübadiləsi getmişdi qəlsəmə yarpaqlarında, su qəlsəmə yarpaqlarından yuyulur. Bu zaman suda həll olmuş oksigen qəlsəmə yarpaqlarını bürüyən kapilyar damarlarına, karbon qazı isə qandan diffuziya yolu ilə suya keçir. Diffuziya, yəni maddənin az olan yer, elə bil ki, hardır ki, maddə azdır. O maddə çox olan yerdən az olan yerə doğru gedir. Məsələn, qanda karbon qazı çox idi, suda oksigen. Qanda oksigen az olduğuna görə sudan oksigen qana keçəcək diffuziya yolundan. Çünki diffuziya odur ki, az olan yerdən, yəni az olan yerə çox olan yerdən maddənin axması. Baxın, maddənin çox olan yerdən az olan yerə keçməsi diffuziyadır. Qanda da oksigen az idi, ona görə də diffuziya yolu ilə qana oksigen gedir. Qanda karbon çox idi, o da diffuziya yolu ilə suya keçir. Və bu adlanır artıq çirklənmiş su qəlsəmə qapağının altından xaricə çıxır. Beləliklə, xarici tənəffüs tamamlanır, yəni artıq xaricə çıxır. Bu da oldu qəlsəmə quruluşu, inkişafı. Bura diqqət edirsiniz ha, yəni buradan suallar düşəcək. Gəldik traxeya tənəffüsünə. Traxeya dedik ki, əsas cücülərin tənəffüs orqanıdır. Burada yaşayan boğumayaqlılarda, cücülərdə, hörümçək kimilərdə traxeyalar var və hörümçək kimilərdə traxeya yanaşı ağciyərlər də var.
əsas bu sırt traxeyadan təşkil olunanlar cücülərdir. Cücülərin əksər döş və qarınca boğumlarının hər birində 2 ədəd stigma adlanan nəfəsgahlar var ki, bunlar da stigma adlanan nəfəsgahlar vasitəsilə hava orqanizmə daxil olur. Deməli, burada biz nəyə diqqət eləyəcəyik? Burada onsuz da cücüləri keçəndə mən onlara aid məsələ həllini izah eləyəcəm, amma burada yenə də deyirəm. Onsuz da zapsketi qoy qalsın. Baxın, burada nə yazıb? Deyir ki, cücülərin əksər döş və qarıncıq buğumlarının hər birində 2 ədəd stigma, yəni nəfəsgah var. Onsuz da biz bilirik ki, cücünün döş hissəsində 3 dənə buğum var. Birinci buğum, ikinci buğum, üçüncü buğum. Birinci buğumda nəfəsgah yoxdur. Nəfəsgah ikinci buğumda 2 dənə, üçüncü buğumda 2 dənə nəfəsgah var. Deməli, döş hissədə cəmi 4 dənə nəfəsgah var. Nəfəsgah. Keçdik qarıncıq hissəyə. Cücüləri onsuz öyrənəndə deyəcəyik ki, cücülərin qarıncığında minimum 5, maksimum 11 dənə buğum var qarıncıq hissəsi. Qarıncıqdan görün nə deyir? Deyir ki, axırıncı qarıncıq buğumu istisna olmaqla. Yəni, neçə dənə sizə qarıncıq buğumu versə, n qədər qarıncıq buğumu versə, n-lə, yəni qarıncıq buğumların sayından bir dənə axırıncı buğumu çıxıb, alınan rəqəmi 2-yə vuracaqsınız. Çünki hər buğumda bir cüt, yəni 2 dənə stigma var, yəni nəfəsgah var. Bunu unutmursunuz. Ümumilikdə həşaratın bədənində neçə nəfəsgah deyəndə, qarıncığı tapandan sonra bu 4 dənə də döşdə var axı, o 4 dənənin də üzərinə gələcəksiniz. Buna aid məsələlər cücüləri keçəndə həll eləyəcəyik. Burada xırdalığı ilə izah edib, orada da onsuz da mən izah eləmişəm, dərslikdə belə xırdalığı ilə yoxdur, çünki 10-cu sinif dərsliyində verib. Gəldik bu traxeya vasitəsilə bayaq dedik axı, ağciyər və qəlsəmə, tənəffüs orqanı ağciyər və qəlsəmə olan canlılarda dedik ki, qan qaz mübadiləsində iştirak edir. Traxeya olan canlı həşaratlarda isə qan qaz mübadiləsində iştirak eləmir. Bu işi traxeya özü yerinə yetirir. Necə eləyir? Traxeyalar şaxələnir və bütün orqanizmdə nazik borucuqlara ayrılır. Bütün orqanizmə yayılır. Borucuqların içində maye olur. Və həmin o mayenin içərisində qazlar mübadiləsi həyata keçirilir. Yəni, digər canlılarda qan mayedir də, elə deyil, maye vasitəsilə daşınırdı. Burada qan deyil, artıq traxeyaların içərisində olan maye var ki, onun vasitəsilə daşınır və qaz mübadiləsi də bu maye vasitəsilə həyata keçirilir. Gəldik, buğum ayaqların bəzilərində dedik ki, hörümçək və əqrəblərdə traxeya ilə yanaşı, həmçinin kitab şəkilli, bunun şəkli dimdə var. Nə şəkilli? Kitab şəkilli. Nə? Ağciyər. Hansı canlılarda? Hörümçəklərdə və əqrəblərdə. Bu şəkli görsəz, bilin ki, bu ağciyərdir. Hansı canlının ağciyəridir? Hörümçək kimilər sinifinin, yəni hörümçəklərin və əqrəblərin ağciyəridir. Nə formasındadır? Kitab şəkillidir. Neçə dənədir? Bir cütdür. Yəni 2 ədəddir. Hörümçək və əqrəblərdə kitab şəkilli ağciyərlər və traxeyalar olur. Hörümçəklərdə traxeya bir cüt, yəni 2 dənə, əqrəbdə isə 4 cüt, yəni 8 dənə əqrəbdə traxeya var. 2 dənə isə hörümçəkdə. Və hər traxeya bir tənəffüs dəliyi vasitəsilə xaricə açılır. Bunu 7-ci sinif həşaratlar dərsində tənəffüs orqanında verməyib. Onu gətirib salıb 10-cu sinifə. Ona görə də bunu həşaratlarda olan qeydlərinizə mütləq qeyd edirsiniz. Onsuz da mən onu dərsində də bunları izah eləmişəm. Gəldik nəhayət onurğalı heyvanlara, onurğalı heyvanların ağciyərinin quruluşuna. Bu şəkildə yenə 7-ci sinif heyvanları keçəndə yoxdur, amma suallar içərisində var, çünki 10-cu sinif dərsliyindədir. Triton, bax, suda qurda yaşayana aiddir. Məsələn, daraqlı triton keçmişdik, demişdik ki, dərinin üzərində deməli, daraq kimi hissəyə bölünür də. Bu da tənəffüs sahəsini artırmaq üçündür. Çünki suda qurda yaşayanlar axı dəri ilə tənəffüs edir. Onların niyə dəri tənəffüsü daha, dərisinin səthini niyə artırır? Baxın, ağciyərləri zəif inkişaf eləyib.
Qurbağaya nisbətən qurbağanın ağciyəri görürsüz, büküşləri də var xırda-xırda. Amma tritonda zəif inkişaf edib. Tritonla qurbağanın ağciyərini müqayisə edəndə qurbağada tritona nisbətən daha yaxşı inkişaf edib ağciyərlər. Bu oldu suda qurda yaşayanların. Sürünənlərdə artıq görürsüz, büküşlərin sayı nə olur? Çoxalmağa başlayır. Quşların tənəffüs orqanına baxın, ağciyərlərin kənarında. Bax, bunlar hava kisələri artıq əmələ gəlib. Hava kisələrini görsəz bilin ki, bu deməli quşun ağciyərləridir. Bu da artıq məməlilərin hansı ki paylara bölünən, hissələrə bölünən ağciyərləridir və bunlar da daha yaxşı inkişaf eləmişdir, alveollar vardır. Ağciyər tənəffüsünə onurğalılardan iki cür tənəffüslü balıqlarda. İki cür tənəffüslü balıqlarda qəlsəmə hansı idi? Xarici qəlsəmə idi. Və bir də ağciyərləri var. İki cür tənəffüslü balıqlarda, yetkin qurbağalarda, qurbağanın çömçə quyruq mərhələsinin ilk mərhələsində nə olurdu? Xarici qəlsəmə olurdu. Sürünənlərdə, quşlarda, məməlilərdə rast gəlinir. Ağciyərin quruluşu necə dəyişir? Orqanizmlərin enerjiya tələbatı artdıkca ağciyərin quruluşu dəyişir. Deməli, ağciyərin quruluşu nədən asılıdır? Orqanizmin enerjiyə olan tələbatından. Nə qədər çox artırsa, ağciyərin quruluşu da dəyişir. Hətta eyni sinifdən olan orqanizmlərdə belə bəzi dəyişikliklər müşahidə olunur. Gördük ki, suda qurda yaşayanlara aid olan tritonla qurbağanın ağciyərləri bir-birindən fərqlidir quruluşu. Quşlarda tənəffüs prosesində hava kisələri iştirak edir ki, hava kisələrinin həcmi uçan quşlarda uça bilməyənlərə nisbətən böyük olur. Deməli, uçan quşlarda hava kisələri daha böyük olur, uça bilməyənlər də kiçik. Çünki uça bilənlərin daha çox enerjiyə ehtiyacı var. Elədir, görürsüz, enerjiyə tələbat artdıqca quşların eyni sinifin nümayəndələrinin belə quruluşu dəyişir. Gəlin bu hava kisələrini də izah eləyək. Baxın, ön hava kisələri var, arxa hava kisələri var. Nəfəs alan zaman havanın tərkibindəki qazlar gəlir traxeaya, traxeyadan ağciyərə. Ağciyərdən həm arxa hava kisələrinə dolur, həm ön hava kisələrinə, həm ağciyərlərə dolur. Və qaz mübadiləsi gedir ağciyərdə. Nə baş verir? Ağciyərdən keçir qana və qazlar mübadiləsi gedir. Nəfəs vermə zamanı ağciyərdə artıq karbon qazı toplanır. Nəfəs almadan mübadilə gedəndən sonra, bu yazdığım karbon qazı mübadilə gedəndən sonra. Arxa hava kisələrində isə hələ oksigen qalır. Nəfəs vermə zamanı. Bu arxa hava kisələrində oksigen qalmışdı, elədir. Yığılanda bu ağciyər hava kisələri, bu oksigen yenə gəlir ağciyərə. Görün, nəfəs vermə zamanında bunun ağciyərində oksigen var. Onda bu oksigen hara gedəcək? Qana. Onda quşlarda həm nəfəs alma zamanı, həm nəfəs vermə zamanı qaz mübadiləsi getdi. Ona görə də bunların tənəffüsü adlanır iki qat tənəffüs. Çünki nəfəs alma zamanı da ağciyərdə, onsuz da bütün canlılarda nəfəs alma zamanı olurdu da qazlar mübadiləsi. Çünki ağciyərlər oksigen gəlirdi, oradan da alveollarda əhatə edən kapilyarlara keçirdi və qaz mübadiləsi gedirdi. Quşlarda isə nəfəs alma ilə yanaşı nəfəs vermə prosesində də qaz mübadiləsi var. Quşların iki qat tənəffüsü nəticəsində udulan havadakı oksigendən daha çox istifadə olunur. Əgər məməlilər havadakı oksigenin təqribən 20-25%-dən istifadə edirsə, quşlarda 80-90%-ə çatır. Bu da məsələ həllərində bizim qarşımıza çıxacaq. Biz bilirik ki, insan havanın tərkibindəki olan oksigenin 5%-dən istifadə edir və bu 5% oksigen qana keçir, 21% udurduq, 5% qana keçirdi, 16% isə xaric olunurdu. Bu da olurdu təqribi sakit halda nəfəs alan zaman, yəni 500 ml hava qəbul edən zaman 25 ml bizim deməli qanımıza keçirdi. 80 ml isə xaric olunurdu. Quşlarda isə alınan havanın tərkibindəki oksigenin 80-90% istifadə olunur. Əgər 500 ml hava varsa, bunun minimum 80%, maksimum 90% qana keçir. Digər məməli heyvanlarda isə 20-25% keçir qana. Bunlar verilibsə, məsələ kimi soruşula biləcək. Ona görə də məməli heyvanlarda soruşsa, minimum 20% qana keçir, maksimum 25%, insanda 5%, quşlarda 80-90% qana keçir. Tənəffüs zamanı orqanizmə
lazım olan oksigen qana daxil olur və qan vasitəsilə də hüceyrələrə daşınır. Bu oldu heyvanlarda, yəni müxtəlif qruplarında olan tənəffüs. Bitkilərdə də tənəffüs prosesi var. Bitkilərdə tənəffüs prosesi zamanı oksigen qazını alır, karbon qazını xaric edir. Sutka boyunca tənəffüs prosesi gedir. Yəni bitkilərdə iki dənə əks proses gedir də. Fotosintez, tənəffüs. Fotosintez yalnız işıqda gedir, tənəffüs isə sutka boyunca gedir. Onlarda qaz mübadiləsində iştirak edən strukturlara nələr aiddir? Yarpaqda qaz mübadiləsi gedə bilər, gövdədə qaz mübadiləsi gedə bilər, bitkinin köklərində də qaz mübadiləsi gedə bilər. Yarpaqda qaz mübadiləsi yerinə yetirən ağızcıqlardır. Ağızcıqlar örtük toxumasının deməli üzərində olur bu ağızcıqlar. Yəni örtük toxumasına aiddir epidermisdə və bu ağızcıqlar da orada da keçəcək ki, iki dənə qapayıcı hüceyrədən təşkil olunub. Bu qapayıcı hüceyrələr də yaşıldır, xlorofili var. Orada fotosintez gedir ağızcıqlarda. Bunu orada keçəcəyik. Və bu ağızcıqların açılıb bağlanması nəticəsində qaz mübadiləsi baş verir. Hansı bitkilərdə ağızcıqlar yoxdur? Yosunlarda ağızcıqlara rast gəlinmir. Həmçinin də deməli qaz mübadiləsində gövdədə olan mərciməklər də iştirak edir. Çoxillik ağac və kol bitkilərinin gövdəsində olur mərciməklər. Mantar qatının hüceyrələridir əslində bu mərciməklər və mantar hüceyrələrdə demişdik ki, cansızdır. Mərciməklərdə deməli yerləşdi gövdədə, çoxillik gövdələrdə, birilliklərdə yox. Çoxillik gövdədə artıq mantar qat əmələ gəlir ki, onun üzərində də mərciməklər var. Qaz mübadiləsini mərciməklər yerinə yetirir. Bitki köklərdə torpaqda olan havanın tərkibindəki oksigenlə tənəffüs edirlər. Əgər bu bitki bataqlıqda bitirsə, bataqlıqda da qaz mübadiləsini həyata keçirən, bataqlığın içində də su var axı. Sudakı oksigenlə nəfəs almır, bu havadakı oksigenlə nəfəs alır. Ona görə də bu bataqlıqda bitən bitkilərin qaz mübadiləsini həyata keçirən tənəffüs kökləri əmələ gəlir. Torpaqda lazımınca hava olmadığından bu köklər oksigeni havadan alır. Deməli, tənəffüs kökləri hansı bitkilərə xasdır? Bataqlıqda bitən bitkilərə xasdır. Əsas fizioloji proseslərdən biri olan tənəffüs canlıların həyatında mühüm rol oynayır. Tənəffüsdə baş verən dəyişikliklər orqanizm üçün təhlükəli ola bilər. Oksigensiz mühitdə yaşayan canlılar da tənəffüs edir. Amma bu prosesdə oksigen iştirak etmir. Yəni anaerob canlılara deyə bilmərik ki, onlar tənəffüs etmirlər. Tənəffüs edirlər. Sadəcə anaerob tənəffüs edirlər. Həmçinin bu energetik mübadilənin ki 3 mərhələsini deyirdik. Birinci hazırlıq, ikinci oksigensiz, üçüncü oksigenli mərhələ. Anaerob canlılarda energetik mübadilə 2 mərhələdən ibarət olur. Onlarda oksigenli mərhələ müşahidə olunmur. Onlar anaerob, yəni oksigensiz tənəffüs edirlər. Bir dənə bu tapşırıqlara da baxaq. Üzəri şüşə qapaqla örtülmüş otaq bitkilərində biri işıqda, digəri qaranlıqda saxlandıqdan sonra qablara yanar çöp daxil edilərsə nə baş verir? Baxın, bunun da ağzı bağlıdır, bunun da ağzı bağlıdır. Bir nə işıq düşür, digəri isə qaranlıqda saxlanılıb. Hansına ki işıq düşür. Bu zaman bu çöp yanmağa davam eləyəcək. Səbəb odur ki, o fotosintez edir. O fotosintez zamanı oksigen qazı xaric edir. Oksigen qazı da yanmaya kömək edən qazdır. Qaranlıqda saxlanılan dibçəyin qapağını qaldırdıqda isə çöp sönəcək. Çünki orada fotosintez prosesi getməyib, karbon qazı çoxdur. Ona görə də o sönmüş olacaq. Gəldik uyğunluğu müəyyən edin. Ağciyər, səs telləri, alveol və stigma. Ağciyəri pələngə götürəcəyik, alveolu pələngə götürəcəyik ağciyərlərində, stigmanda may böcəyi, dedik ki, traxeyaları var, traxeyalarda stigmalar var ki, stigmalar vasitəsilə hava daxil olur. Bu şəklə də diqqət eləyək. Baxın, hansı qazlardır oxların istiqaməti? Ağciyər qovuqcuğu, yəni alveol. Onun içərisində oksigen qazı var. Oksigen qazı alveoldan diffuziya yolu ilə, diffuziya nə idi? Maddənin deməli, çox olan yerdən az olan yerə keçməsi. Maddə alveolda oksigen çox idi, kapilyarda azdır. Onda diffuziya baş verəcək. Oksigen qazı çox olan alveoldan az olan kapilyara keçəcək. Deməli, 2-də oksigen qazıdır ki, gəlir alveoldan kapilyara. Bir nədir? Kapilyarın içində də çoxlu karbon qazı var.
Bu karbon qazı da çox olan yerdən az olan yerə, yəni hara keçəcək? Alveola. Karbon qazı keçdi alveola. Deməli, bir karbon qazını, iki isə oksigen qazını göstərdi. Bu oldu. Bunun nəticəsində bayaq dedi ya, arterial qan necə əmələ gəlmişdi? Ağciyər və qəlsəmələrin xarici mühitlə qaz mübadiləsi yerinə yetirilməsi nəticəsində arterial qan yarandı. Həqiqətən də burada artıq oksigenlə zəngin olan qan ağciyər kapillyarlarında, yəni arterial qan yarandı. Bu da gedəcək ürəyə, ağciyər venaları ilə. İndi gəldik toxuma kapillyarlarında nə olacaq toxuma hüceyrələrinə keçmək üçün? Toxuma kapillyarlarında toxumaya gələn kapillyarlarda oksigen qazı ilə zəngin olan arterial qan var. Bu oksigen, baxın 3 ilə oksigen qazı veriləcək toxuma hüceyrələrinə. Toxuma hüceyrələrində olan karbon qazı 4. Oxun istiqamətinə baxın ha. Toxumadan çıxan karbon qazı olacaq. Toxumaya gələn oksigen qazı olacaq. Belə tapşırıqlar sizin rastınıza çıxa bilər testlərdə, sınaqlarda. Oxun istiqamətinə baxacaqsınız. Hüceyrəyə oksigen qazı gedəcək. Hüceyrədən karbon qazı çıxacaq. Ağciyər alveoluna karbon qazı gedəcək. Ağciyər alveolundan damara oksigen qazı keçəcək. Bunlara diqqət eləyirsiniz. Qeyd elədiyim bütün hissələrin vacib məqamlarını, hansı canlıda nə var, necə gedir, altından xətt çəkdiyim bütün yerləri öyrənirsiniz, sual cavabda soruşacağım.